Ağrı mütəxəssisinə nə vaxt müraciət etmək tövsiyə olunur? Bir qayda olaraq sizdə uzun müddətli xroniki ağrınız mövcuddursa və buna görə uyğun bir müalicə almısınızsa, məşqlər edilibsə və istirahət təyin edilibsə, buna baxmayaraq ağrınızda yetərli azalma mövcud deyilsə, həmçinin cərrahi bir göstəriş yoxdursa, o zaman ağrı mütəxəssisinə müraciət edə bilərsiniz. İlk öncə biz konsultasiya aparırıq. Konsultasiya əsnasında xəstənin şikayətləri, ağrıyan bölgə, MRT, KT müayinələri ətraflı təhlil olunur və bu təhlilə əsasən biz invaziv müalicə və ya blokada dediyimiz bir müalicə üsulunu xəstə üçün individual təyin edirik. Müalicə üsulunu tətbiq etmək üçün biz bunu əməliyyatxanada müxtəlif cihazlar vasitəsilə, ultrasəs, rentgen vasitəsilə icra edirik və ağrıyan bölgəyə yönləndirilmiş bir müalicə üsuludur. Bu müalicə üsulunun həm diaqnostik, həm müalicəvi təsiri mövcuddur və ehtiyac halında təkrarlana bilər.